Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve barik ala nebina Muhammed ve ala alihi ve ashabihi ecma'in emme ba'd. Əsrin fitnələrindəndir, qardaşlar. Yaşadığımız bu əsrin fitnələrindəndir. Həmçinin hər eşidilən xəbərin təsdiqlənməsi. Eşidilən xəbərlərin subuta yetirilməməsi. O kimdir? Çünki insan əgər əqidəsini qorumaq istəyirsə, insan əgər mənhəcini qorumaq istəyirsə, insan irzinin namusunu qorumaq istəyirsə, insan ondan asılı olan və yaxud da bağlı olan ipləri qorumaq istəyirsə, mütləq xəbərlərin qəbulunda, təsdiqində tələsməməlidir. Nə haqqında istəyirsən xəbər eşit. Nə haqqında istəyirsən xəbər eşit. Subuta yetirməkdə çalışmalısan mütləq. Nəmmamlar çox olan yerdə, fəsad əhli, qardaşlar, çox olan yerdə, dini zəif olan insanların çox olan yerdə, münafiqlərin çox olan yerdə, xüsusən də eşidilən xəbərlərin subuta yetirilməsinə ehtiyacı var. Çünki bəzi insanlar var, tamamilə yalan danışır. Bəzi insanlar var, eşitdiyi bir sözün üstünə falçılar kimi onunu qoyub yalan danışır. Bəziləri olmayan bir şeyin, heç əsli olmayan bir şeyi böhtan ataraq, iftira ataraq kiməsə yaxmağa çalışır, kiməsə sürtməyə çalışır. Və Peyğəmbər s.ə.v bildirir ki, qiyamət gününə yaxın, yəni zaman, Peyğəmbər s.ə.v zamanından keçdikcə o tərəfə insanlarda din zəifləyəcək. Din zəiflədikcə ortaya münafiqlər çıxacaq, fəsad əhli çıxacaq, qeybət əhli çıxacaq, nəmmamlar çıxacaq. Dinin hesabına dünyasını qazananlar çıxacaq, əqidəsini kəpik küpüyə, dünya çör-çöpünə satanlar çıxacaq. Belə olduğu halda İnsan özü fitnəyə düşməsin deyə, əli ilə, dili ilə kiməsə zərər verməsin deyə mütləq eşitdiyi hər şey ilk öncə təsdiqləməkdən öncə subuta yetirilməlidir. Allah Azza və Cəllə Qur'an-ı Kərimdə buyurur: "Ya eyyuhellezine amanu in ja'akum fasiqun binaba'in fatabayyanu." Ey iman gətirənlər, sizdən birinizə bir fasiq. Fasıq kimdir, qardaşlar? Kimdir fasıq? Günahkardır. Hansı insan ki, Allahdan yetəri şəkildə qorxmur, yalan danışa bilər, böhtan ata bilər, iftira ata bilər, fitnə törədə bilər. Sizə bir fasıq, bir günahkar, bir xəbər gətirdisə, onu öncə subuta yetirin. Da sən demə ki, mənə görə belədir, mən onu tanıyıram, mən filan belə getdi, filan belə getdi. Kim olur olsun, mütləq gərək subuta yetirəsən danışılan şeyi və sonra danışasan. Subuta yetirilmədən danışılan şeylərin əksəriyyətinin axırı peşmançılıq olur. Necə ki, Allah Azza və Cəllə buyurur ki, ola bilsin ki, subuta yetirmədən nəyisə deyəsiniz, danışasınız, sonra peşman olasınız. İnsanlar var, qardaşlar, ər-arvadın arasını vurmaq istəyir. İstəyir ki, sən arvadını boşayasan. Söz gəzdirirlər, fitnə çıxardırlar. İnsanlar var ki, istəyirlər sən atandan, anandan vaz keçəsən. Onlar haqqında pis düşünəsən, ortada həsəd paxıllıqdan söz gəzdirənlər var ki, sən bu fitnəyə düşəsən. İnsanlar var ki, şəriklərin arasını vurmaq istəyir, öz mənfəətinə görə və şəriklərin arasını vurmaq üçün bir çox fitnələr törədir, böhtanlar atır, yalanlar danışır. İnsanlar var ki, dostların, qardaşların, bir-birinə hörmət eləyən insanların arasını vurmağa çalışır. Çünki onların birliyi, bərabərliyi münafiqləri və kafirləri narahat eləyən kimi onu da narahat eləyir.
Deməli, hər şeydə yalan yerə söz gəzdirmək ola bilər. Hər şeydə ara vuranlar, nəmmamlardan nəsə eşitmək mümkündür. Deməli, belə olduğu halda nə lazımdır, qardaşlar? Şəriətlə vacib olan nədir? Bu xəbərləri kimin haqqında istəyirsən, eşidəsən, subuta yetirməmiş təsdiqləmə. Bu önəmli nəsihətdir, qardaşlar. Çox önəmli nəsihətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm də iftiralara məruz qalmışdı. Lakin subuta yetirənə kimi qərar vermədi. Münafiqlar Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsinə iftira atdılar. Bəzi sahabələrə iftira atdılar. Rasulullah sallallahu aleyhi və səlləm qərar vermədi ta gözləyib zamanı gəlib subuta yetirənə kimi. Subuta yetirəndən sonra da Peyğəmbər sallallahu əleyhi və səlləm işləri ona görə ayarladı, ona görə davrandı. İkinci məsələ, əsrin fitnələrinin içində batmamaq üçün, qardaşlar, hər eşitdiyiniz şeyi danışmayın. Hər eşitdiyiniz şeyi danışmayın. Mən sadəcə eşitmişəm, belə deyirlər, deyilənə görə mənə belə çatdırırlar, bu əsaslar üzərinə heç vaxt danışma. Çünki əgər zənn üzərinə və yaxud da dedilər deyə, deyilir deyə danışası olsaq, hər kəs haqqında xoşa gəlməz şeylər danışmaq mümkündür. Hər kəs haqqında xoşa gəlməz şeylər eşitmək mümkündür. Və insan dininə görə, imanına görə gərək hər eşitdiyi şey danışmasın. Çünki müminin sifətindən deyil hər eşitdiyi şey danışmaq. Bir müsəlmanın sifətindən deyil hər eşitdiyi şey danışmaq. Çünki müsəlman şərdən və günahdan uzaq olmalıdır. Hər eşitdiyi şey insan danışması, qardaşlar, həm şərdir, həm də günahdır. Peyğəmbər s.ə.v səhih hədisdə buyurur, kəfə bil mar'i ithmən ən yəqulə kulləmə səmi'a. Bir kişiyə günah olaraq yetər ki, hər eşitdiyi şey danışsın. Fikir verin. Sənə günah olaraq yetər ki, hər eşitdiyin şey danışasan. Başqa bir rivayətdə gəlir, kəfə bil mar'i şərran ən yuhaddisə kulləmə səmi'a. Bir kişiyə şər olaraq yetir, şər, fitnə olaraq yetir ki, hər eşitdiyi şey danışsın. Bunu kim deyir, qardaşlar? Muhammed sallallahu aleyhi və səlləm. Bugün həyatını hədis üzrə, Quran üzrə qurmayan insanlar, nəfsinə köləlik eləyən insanlar, hansılarda ki din artıq zəifləmişdir, şeytanın qabağında diz çökmüşdür, onlar bu hədisə əməl etməkdə çətinlik çəkirlər. Və onlar bu şeyləri, qardaşlar, utanmadan hər eşitdikləri şeyləri müəyyən bəhanələrlə danışmağa çalışırlar. Yox, mən belə eşitdim, mənə belə dedilər, belə deyirlər, mən də ona görə danışıram. Bu, demirəm, elm tələbəsinin. Bu bir müsəlmanın sifəti deyil. Rasulullah s.ə.v bunu qadağan eləyir ki, bu şey eləməyin. Hər eşitdiyin şeyi, bugünkü gündə sən, bu aiddir həmçinin internetdə hər eşitdiyin, gördüyün şəkli, hər gördüyün bir sözü, hər eşitdiyin bir xəbəri paylaşma qruplarda, yalan ola bilər. Əgər yalan olsa, şəriətə müxalif olsa, nə qədər insana paylaşsan, o qədər sənə günah gəlir axı. Həmçinin, qardaşlar, fitnə fəsada səbəb olan, yalan, böhtan olan dərsləri, rolikləri, nə bilim, səsləri sosial şəbəkələrdə yaymağın özü ən böyük günahlardan biridir. Qiyamət günü müflis olmağına səbəbdir bu. Ona görə insan gərək hizbilik etməsin, tərəfkeşlik etməsin batil üzrə və bir şeyi illa da paylaşmasın ki, kimdənsə intiqam alsın. Sadəcə bir insan həqiqəti paylayanda, istər Facebook, istərsən, nədir onun adı, WhatsApp olsun, istərsən buna bənzər şeylər olsun, mütləq və mütləq məqsəd onun dəvət olmalıdır, məqsəd haqqın, həqiqətin insanlara çatması olmalıdır. Yoxsa bir çox insanlar var ki,
hətta bilir ki, bəzi söhbətlər var, yalandır, fitnədir, fəsaddır, böhtandır, lakin müəyyən mənfəətlərə görə görürsünüz ki, belə şeylərə əl atır. Amma bunu etmək qiyamət günü insanın cəhənnəmə girməsinin səbəblərindəndir, bunu unutmamaq lazımdır. Deməli, özümə və sizə etdiyim iki nəsihət çox önəmlidir. Bu, hər gün, hər saniyə ağlımızdan çıxmamalıdır. O da, eşitdiyimiz xəbərləri sübuta yetirmədən təsdiqləməmək və hər eşitdiyimiz şeyi danışmamaq. Allah bizə faydalarını etsin. Və sallallahu aleyhi və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmaîn.